Salam, hər vaxtınız xeyir. Bu dəfəki dərsimiz su və onun xassələri ilə bağlı olacaq. Suyun fiziki kimyəvi xassələri haqqında nəzəri qaydaya baxandan sonra testləri ilə bağlı izahlara baxacağıq. Su bildiyimiz kimi H2O formullu, nisbi molekul kütləsi 18 olan təbiətdə ən çox yayılan maddələrdən biridir. Yer səthinin təqribən 70%, bütün canlıların isə 60-70%-ə qədər kütləcə suyun payına düşür. Su rəngsiz, dadsız, iysi, 0 dərəcədə donan, 100 dərəcədə qaynayan, təbiətdə 3 aqreqat halında mövcud olan maddədir. Özü bucaq quruluşludur. Suda hidrogenlə oksigen molekul atomları arasında rabitə polyar kovalent rabitədir. Bildiyimiz kimi su molekulları arasında hidrogen rabitəsi də var. Hidrogen rabitəsi flor, oksigen və azotun hidrogenlə yaratdığı rabitə idi. Bunu kimyəvi rabitələr dərsində keçmişdik. Suda oksigen atomu sPH hibridləşmə halındadır. sPH hibridləşmədə 4 hibrid orbitalı olur, bunu bilirdik. Və suda oksigen atomları bu hibrid orbitallarından ikisindən istifadə eləməklə özünə 2 hidrogen atomu birləşdirib, amma 2 hibrid orbitalından isə istifadə edib. Ona görə deyirik ki, suda oksigenin hibrid orbitallarının 50% rabitənin yaranmasında iştirak edir, 50% amma iştirak etmir. Bucaq quruluşlu maddədir. Valent bucağı təqribən 104,5 dərəcəyə bərabərdir. Suyun kimyəvi xassələri, məsələn, su qüvvətli metallarla otaq şəraitində reaksiya daxil olub qələvi və hidrogen qaz əmələ gətirir. Bu reaksiyaları artıq biz bir neçə dəfə görmüşük, qələvilərin alınmasında, hidrogenin alınmasında və s. Orta qüvvətli metallar da su ilə yüksək temperaturda reaksiya daxil olur, oksid və hidrogen qaz əmələ gətirir. Burada da sink və dəmirlə bu reaksiyanı yazmışıq. Alüminiumla bağlı bir qeydimiz var ki, alüminium orta qüvvətli metaldır, amma su ilə reaksiya daxil olmur. Bunun səbəbi alüminiumun səthində davamlı alüminium 2O3 oksid təbəqəsinin olmasıdır. Bu alüminium 2O3 amfoter oksiddir. Amfoter oksidlər su ilə reaksiya getmədiyinə görə bu səth alüminiumu su ilə reaksiya getməyə imkan vermir. Amma bu oksid təbəqəsi təmizlənərsə civə xlor2 iştirakında alüminium amalqaması alınır və amalqama su ilə otaq şəraitində reaksiya daxil olur. Qələvi metallar kimi fəal reaksiya baş verir. Amma reaksiyadan qələvi yox, suda həll olmayan alüminium hidroksid çöküntüsü əmələ gəlir. Sonra su passiv metallarla reaksiya daxil olmur. Bəzi qeyri-metallar da, məsələn, florla, xlorla, karbonla reaksiya gedir. Xlorla reaksiya həm soyuqda, həm istidə baş verə bilir. Soyuqda H-xlor-O xlorlu su əmələ gətirir. Xlorlu sudan ağardıcı və dezinfeksiya edici maddə kimi istifadə olunur. Karbonla suyun reaksiyasından sənayedə hidrogenin və CO-nun alınmasında istifadə olunur. Bu qarışıq CO-dan hidrogen su qazı adlanır. Sonra su aktiv metalların oksidləri ilə də adi şəraitdə reaksiya daxil olub qələvilər əmələ gətirir. Orta qüvvətli və passiv metalların oksidləri su ilə reaksiya daxil olmur. Turşu oksidlərindən silisium oxidi su ilə reaksiya getmir. Yerdə qalan turşu oksidlərinin su ilə reaksiyalarından turşular əmələ gəlir. Birləşmə reaksiyaları ilə burada misallar da gətirmişik. Demək, silisium oxidi su ilə reaksiya daxil olmur. Sonra su üzvü maddələrdən alkenlərə və alkinlərə birləşə bilirdi. Alkenlərin su ilə reaksiyasından spirt, alkinlərin su ilə reaksiyasından asetilində aldehid, qalanlarında isə keton əmələ gəlirdi. Sonra suyun tətbiqi hamımıza məlumdur. Kənd təsərrüfatında, gündəlik həyatımızda maddələrin həll olunmasında və s. sudan geniş istifadə olunur. Sudan həm də laboratoriyada qazların yığılmasında da istifadə olunur. Hansı qaz ki suda həll olunmur, o suyu sıxışdırıb çıxartmaqla sınaq şüşəsində toplana bilir. Hansı qaz ki suda həll olur, onu sınaq şüşəsində suyu sıxışdırıb çıxartmaqla toplamaq olmur. Məsələn, burada H-flor, H-xlor, H-brom, H-iod, NH3, NO2, SO2, aminlər kimi qazlar vermişik. Bunlar suda həll olurlar deyə onları sınaq şüşəsində suyu sıxışdırıb çıxartmaqla toplamaq olmur, amma sağ tərəfdə suda həll olmayan qazlar göstərmişik. Onları suyu sıxışdırıb çıxartmaqla toplamaq olur.
Qısa bir xatırlatma etdik suyun kimyəvi xassəsi ilə, fiziki xassəsi ilə bağlı. Yine qayda burada qalsın, lazım olarsa istifadə edərik. Testlərin izahlarını. Dediyimiz kimi, yəni testlərin izahlarının hamısını etməliyik. Çünki burada çox asan nəzəri suallar var. Onları siz qaydanı öyrənib tapmalısınız. Mən sizə bəzi məsələlərin həllinə kömək edəcəm. Məsələn, 4-cü misal ilə başlayaq. 4-də nə yazılıb? 360 qram suyun elektrolizindən neçə litr qaz qarışığı alınır? 360 qram su. Yəni, suyun elektrolizi tənliyi yazmalıyıq. H2O parçalananda, elektroliz edəndə H2 və O2 əmələ gətirir. Suya 2, H2 yazanda tənliyi bərabərləşir. 360 qram su verilib. Elektrolizdən neçə litr qaz qarışığı alınır? Qaz qarışığı, bax, bunların ikisi birlikdədir. Buradan alınan qaz qarışığı olsun x litr. Aşağıda 3 mol qaz qarışığı var deyə yazmalıyıq. 3 mol vurulsun 22,4. Suyun da öz molyar kütləsi 18, əmsalı da 2-dir. Tənasüb qurduq. 360-dan 18 yuxarıda 10 qalacaq. 2 ilə də 23 10-dur. Aşağıda qalacaq 11,2. X bərabərdir. 3'ü vuranda 11,2, 33,6, ona da vuranda eləyəcək 336 litr qaz qarışığı, yəni D variantı. Məsələn, burada 24-cü test tapşırıq var, ona da baxaq. 8 qram hidrogenin 33,6 litr oksigenlə reaksiyası zamanı maddələrdən biri tam reaksiya daxil olarsa, deməli, hidrogen və oksigenin reaksiyasını yenə yazırıq. Əmələ gəlir H2O. 2 mol, bu da 2 mol. Tam reaksiya daxil olarsa maddələrdən biridir. Hansı qazdan və neçə mol artıq qalar? Hansı qazdan neçə mol artıq qaldığını soruşursa, biz başlanğıcda verilən qramı litri mol kimi hesablayaq. 8 qram hidrogen. Hidrogen H2 olduğuna görə 8 qram hidrogen 4 mol olacaq. Yəni 4'ü 2'ye vursaq 8 eləyər. 33,6 litr qaz da ki, normal şəraitdə 1,5 mol eləyəcək. Bu da oksigenin molu. Deməli, başlanğıcda 4 mol hidrogen verilib. Hidrogen üzərinə yazırıq 4 mol. 33,6 litrdə 1,5 mol deməkdirsə, oksigen də yazırıq 1,5 mol. Aşağılarında hidrogen əmsalı 2, oksigen də 1. Hansı qazda neçə mol artıq qalır deyirsə, biz danışmışdıq. Reaksiya daxil olan maddələrin hər ikisi verilərsə, əvvəlcə bu maddələrin mol miqdarları müqayisə edirik. Hansı çoxdursa artıq qalan həmin maddədir. Məsələn, hidrogen üçün 4'ü bölürük 2'yə, bax, bu 4'ü bu 2'yə böldük. Oksigen üçün isə 1,5'i bölürük 1'ə. Müqayisə eləsək, hidrogen daha çox görsənir. Onda belə çıxır ki, hidrogendən artıq qalacaq. Maddə miqdarı çox olan, artıq qalan maddədir. Bax, bunları buradan götürdük. Hidrogen artıq qalacaq deyə 4'ü də buradan silirik. Amma 4'ü yadda saxlamaq üçün kənarda bir yerdə yazıram. Axtarıram ki, nə qədər hidrogen reaksiya daxil olacaq? Yazıram buradan bir x mol. Və tənasüb qururuq. X bərabər 2'ni 1,5'ə vururuq, eləyir 3 mol. Deməli, 3 mol hidrogen reaksiya daxil olub. Başlanğıcı amma 4 mol idi. 4 moldan da 3 molu çıxanda qalacaq 1 mol hidrogen artıq qalan maddə. Yəni, cavab olacaq B variantı. 31-ci sual şifahi sualda olsa, nəzəri sualda olsa bunu izah edeyim. Eyni kütlədə götürülmüş suyun aqreqat halının keçidində həcmin dəyişməsini göstərmək lazımdır. Birinci halda buz çevrilib buxara. Görürsünüz yəqin. Buz buxara çevrilirsə, bərk qaza çevriləndə həcm artır. Deməli, 1 artıra aid olmalıdırsa, A və B variantlarını silək buradan. Çünki orada 1 yoxdur. İkinci prosesdə buxar gəlir, maye olur. Buxarın maye olması kondensasiyadır. Buxarın maye olmasında həcm azalır. Deməli, 2 azalan tərəfdə olmalıdırsa, buradan yeni də sildi. Çünki burada 2 yoxdur. Yerdə qaldı C ilə D variantı. Demək, qaldı suyun mayədən buz halına keçməsi.
Su mayedən buz halına keçəndə sıxlığı azalır. Sıxlıq azaldığına görə həcmi çoxalmalıdır. Çünki bilirik ki, rho bərabərdir M bölünsün V. M bölünsün V-dən şərtdə deyirdi ki, eyni kütlədə götürülmüş. Eyni kütlə götürülmüş deyirsə, M sabitdirsə, rho ilə V tərs asılıdır. Su mayedən da buza keçəndə bilirik ki, buz qabın üzərində qalır. Üzərində qalmaq o deməkdir ki, buz sudan yüngüldür. Yəni, buzun sıxlığı sudan azdır. Sıxlıq azdır, sonra V böyük olmalıdır. Yəni, mayedən buza keçəndə həcm artacaq. Mayedən buza keçəndə həcm artacaqsa, 3 də artırların siyahısında olmalıdır deyə cavab olacaq D variantı. Suyun mayedən buza keçməsində həcmin artmasını özünüz evdə də açıq aydın təcrübə edə bilərsiniz. Bir butulkanı ağzına qədər su ilə doldurub buzxanaya qoysanız, o donanda şüşə butulkadırsa sınacaq. Çünki su donanda həcmi genişlənir. 32 eyni buna oxşardırsa, özünüz buna baxarsınız. 38-ci misalla davam edək. 38-ci misalda su maddə verilib, reaksiya daxil olduğu maddə natrium hidriddir. Hidridlər su ilə reaksiya daxil olanda qaz yaradıbsa, bu hidrogen qazıdır. Hidrogen qazı X-da, deməli A-da var, bir də D-də, Y-də var, B nəsiyini sildik. Sonra su təzədən metanla reaksiyası verilib. Suyun metanla reaksiyasında yazırdıq, məsələn, metan, üstə gəlinsin su, yüksək temperaturda baş verirdi. C ilə oksigen birləşirdi, CO, qalırdı 6 hidrogen atomu, o da 3 mol hidrogen eləyirdi. Buradan da yenə qazlar əmələ gələcək. Demək, bu CO qazı da ola bilər, hidrogen qazı da ola bilər, yenə CO da ola bilər. Bunların hər üçü variantdır, doğrudur. Amma alüminium karbidin su ilə reaksiyasından əmələ gələn çöküntü alüminium hidroksiddir. Ona görə cavab olacaq Y variantı. Eyni misal 39-da var, buna siz özünüz baxarsınız. 40-cı misala baxaq. Birinci və ikinci qablarda bərk var. Baxın, yazıb, bərk maddə var. Əgər bərk maddə varsa birinci, ikinci qablarda A-da spirt var, mayedir. C-də sirkə turşusu var, mayedir. Y-də də etil spirti var, mayedir. Deməli, bərk maddələr B ilə D variantında qaldı. Burada da kalsium karbid ilə natrium hidriddə metal var deyə tərkibində bərk maddələrdir. Üçüncü qabda maye halında olan maddə var. Sulfat turşusu da mayedir, nitrat turşusu da mayedir. Qablara su əlavə etdikdə birinci qabda eyni cinsli qarışıq alınır. Birinci qabda C6H12O6 çıxıb A ilə D variantı. Bu glukozadır. Glukoza suda həll olanda suda həll olur, eyni cinsli qarışıq verir. Bu şərtimizə bir kömək eləmədi. İkinci qabda asetilen ayrılır deyir. Asetilenin formulu C2H2-dirsə, baxın, bu formulların sizcə hansından C2H2 alınır? Təbii ki, B variantından. Ona görə cavab olacaq elə B variantı. 41 sizə qalsın. Məsələn, 47-ci misalda hidrogen dəyişicində də bununla bağlı danışmışdıq. Su ilə tam reaksiya daxil olan maddələrin hər birindən 1 mol götürülərsə, ayrılan hidrogenin həcmini litrlə axtarın. Danışmışdıq ki, metallar valentinin yarısı qədər hidrogen çıxardır. Natrium 1 valenti metal olduğuna görə 0,5 mol hidrogen çıxaracaq, yəni 11,2 litr. Ona görə A-nı, D-ni, Y-ni silirik cavablardan. Kalsium 2 valenti metal olduğuna görə 1 mol hidrogen çıxaracaq, yəni 22,4. Hələ ki, bu variantlarda qalmışıq. Metalların hidridləri isə metalın valenti qədər hidrogen çıxarır deyə, o da 1 mol olacaq. Onun üçün cavab olacaq B variantı. 48-ci misalla davam edək. Məsələ verilib. Reaksiya daxil olan maddələr hidrogen və oksigen verilib. Hidrogen, üstə gəldi oksigen, əmələ gətirir H2O. Bura bir 2 mol, burada 2 mol yazır, tənlik bərabərləşir. Kütlələri A qram, A qram verilib. Demək, hidrogen də A qramdır, oksigen də A qramdır. Onda hidrogen olacaq 2 vurulsun 2, oksigen də olacaq 32. Başlanğıc qarışığın molekulların sayı 17 Na-dır. Molekul sayı 17 Na-ya bərabər o deməkdir ki, başlanğıc qazların
molları 17 Na-dır. Yəni 17 Na mol qaz var imiş. Mol dediyimiz nü ilə göstərilir. O da nəyə bərabərdir? Kiçik M bölünsün böyük M-ə. Bəs bu yaxşı alınmadı. Yəni aşağıdan yazım. Deməli, mol maddə miqdarı bərabərdir. Kiçik M bölünsün böyük M. Bizə də maddə miqdarı verilib. Başlanğıcda da 17 mol. Və biz bu 17 moldan istifadə edib A-ların neçə olduğunu tapmalıyıq. Hidrogenin molunu axtarsaq, hidrogenin molu A bölünsün, molyar kütləsi 2-dir hidrogenin. Üstə gəlinsin, oksigenin də kütləsi verilib A qram, molyar kütləsi də oksigenin 32-dir. Bu molların cəmi 17 eləməlidir. Başlanğıc qarışıq molların cəmi 17 demişdi. Deməli, bu kəsri həll etmək üçün ortaq məxrəc 32 götürsək, yuxarıda olacaq 16A, üzərdən gəl A bərabərdir 17. 16 ilə A-nın cəmi olacaq elə 17. A bərabərdir 32 vurulsun 17. 17-lər getsə A olacaq 32 qram. Deməli, reaksiya başlayanda hidrogen və oksigenin kütlələri 32 qram imiş. Səliqəsizlik olmasın deyə mən o reaksiyanı bir də yazacağım buradan. Deməli, H2 üzərinə gəl O2, əmələ gəldi H2O 2 mol, bu da 2 moldur. Tapdıq ki, A 32 qram imiş. Yəni, hidrogen də 32 qramdır, oksigen də 32 qramdır. Bura qədər gəldi. Sonrasını oxuyaq. Hansı qrafiklər doğrudur? Burada hidrogeni 16 moldan 2 mol azaldıblar. Oksigeni M-dən 0 azaldıblar. Suyu isə A üstəgəl 4 kütlə ilə göstəriblər. Hidrogen 2 vurulsun 2, oksigen 32, su da oldu 2 vurulsun 18. Gəlin birinci suyun kütləsini tapaq. Suya yazaq 1 x qram. X qram yazdıq. İndi suyun kütləsini nə ilə tapmalıyıq? Yenə danışdığımız kimi başlanğıc maddələrin maddə miqdarlarını müqayisə etməliyik. Çünki onların hər ikisi verilib. Yazmalıyıq deməli 32 bölünsün 2 vur 2, yəni 4. Hidrogen üçün yazdım. Bir də 32 bölünsün oksigen 32. Buradan görsənir ki, hidrogen çoxdur. Hidrogenin çox olması o deməkdir ki, reaksiyanı hidrogenlə deyil, oksigenlə aparmalıyıq. Oksigenlə aparacaqsa reaksiyanı tənasibi qura bax burada sağ tərəfdə hidrogen artıq bildi ki, artıq qalan maddədir. Bununla işimiz yoxdur. X axtarırıq. X bərabər olacaq 32-lər ixtisar getsə 2 vur 18, yəni 36 qram su əmələ gələcək. Qrafikimizdə də suyu A plus 4 ilə göstəriblər. Biz də A-nı burada baxırsınız, 32 tapmışıq. 32 üzərinə 4 gəlsəm 36 eləyəcək. Deməli, 3-cü qrafik doğrudur. Su A plus 4, yəni 32 plus 4, 36 qram alınacaq. 3 qrafikimiz doğrudur. Bura bir plus qoyaq. Biz hesablamanı oksigenlə apardıq. O deməkdir ki, oksigen tamamilə reaksiya daxil olub. Onda 2-ci qrafikimizə doğrudur. Çünki oksigenin kütləsi tamamilə sıfıra düşüb. Cavab 2-3 variantı olacaq. Çünki bir variantı da olan variant yoxdur, amma biz yenə onu dəqiqləşdirək. Həqiqətən də hidrogen 16-dan 12-ə düşüb, yoxsa yox. Onun üçün nə edirik? Bunları buradan silirik. Deməli, hidrogen artıq maddə olduğuna görə 32-ni buradan silib, amma yadımızda saxlayırıq. Həmin o 32 qram hidrogen sizcə neçə moldur? Yəni 16 moldur. Niyə? Çünki hidrogen özü 2-dir, molyar kütləsi 32 eləməsi üçün 16 mol eləməlidir. Deməli, 16 mol qarışıqda əvvəlcədən hidrogen var imiş. Tapaq görə bunun neçə molu reaksiyaya daxil olub. Tənasib yəni oksigenlə qursaq, yenə 32-lər ixtisar getsə, Y bərabər 2 vurulsun. Demək, aşağıdan etməliyik. Onda molla axtarırıqsa, aşağıda ancaq əmsalı yazmalıyıq. Onda Y bərabər olacaq 2 mol. Deməli, hidrogen qrafik çəksə, indi hidrogen əvvəl neçə mol idi? 16 mol. Sonra 2 mol reaksiya daxil olsa, neçə molu qalacaq yerdə? 14 molu. Yəni, hidrogenin qrafiki bax, belə olmalıdır. Amma burada 16-dan 12-ə düşübsə, bu qrafik səhv olacaq. Ona görə cavab qalacaq 2 və 3.
50-ci misal da eyni, baxın, 49-a oxşardır. Onu mən yazmıram, siz özünüz onu həll edib, özünüz üçün də vərdişlər yaradarsınız. 51-ci misalı yazaq. Deməli, 51-də 2 qab verilib. Qabların hər ikisində m qram su var. Cədvəl şəkildən görsənir ki, birinci qaba natrium hidrid əlavə ediblər. Özdə natrium hidrid əlavə olunanda tərəzinin həmin tərəfi aşağı düşüb, sağ tərəfi isə yuxarı qalxıb, yəni sağ tərəf yüngülləşib. Bizə deyir ki, ikinci qaba neçə qram natrium 2O əlavə etmək lazımdır ki, tərəzidə tarazlıq yaransın. İlk baxışda cavabımız belə olar ki, tərəzinin bir tərəfinə 12 qram natrium hidrid əlavə edib tarazlığı pozmuşuqsa, demək tərəzinin sağ tərəfinə də həmin qədər natrium 2O əlavə eləməliyik ki, bu tarazlıq yaratsın. Amma bu doğru deyil. Niyə doğru deyil? Çünki natrium hidridi biz suya atanda orada natrium hidroksid və H2 qaz əmələ gələcək. Gəlin həmin reaksiyanı yazaq. Deməli, natrium hidridi su ilə reaksiya aparsaq, birinci qabdan gedir söhbət. Əmələ gəlir natrium hidroksid və H2. Tənli əmsalları da bərabər, heç nə ehtiyac yoxdur. Deməli, qaba əlavə etdiyimiz natrium hidrid 12 qramdır. Bunun şəklini də çəkirəm buradan. Bax, qabıda su var idi. Qaba əlavə elədik 12 qram natrium hidrid. Və natrium hidrid qabıdan müəyyən qədər hidrogen çıxaracaq. Və həmin çıxan hidrogen tapmaq lazımdır. Yazırıq buradan bir x qram. Hidrogen 2 molyar kütləsi, natrium hidrid də 24-dür. Tənasüb qursaq, onda x nəyə bərabər olacaq? 12, bunu silin buradan, sizə mani olmasın hələlik. Deməli, 24, x bərabər olacaq 1 qram. Deməli, 12 ilə 24 getdi, qaldı 2, 2-ni də 2 böldü 1 qram. Deməli, biz bu qabın içərisinə 12 qram natrium hidrid əlavə edəndə qabdan 1 qram H2 ayrıldı. Onda belə çıxır ki, qab 12 çıxılsın 1, yəni 11 qram artdı. Çünki 1 qram hidrogen ayrılıb qabdan. Əgər tərəzinin bir tərəfi 11 qram artıbsa, ikinci tərəfdə 11 qram artmalıdır. İndi ikinci tərəfin də reaksiyasını yazırıq. Natrium 2O su ilə reaksiya daxil olanda əmələ gəlir natrium hidroksid. Burada qabdan qaz ayrılmır deyə elə natrium oksidin kütləsi 11 qram olmalıdır ki, tərəzi tarazlığa gəlsin. Cavab olacaq 11C variantı. 52-ci misaldan o biri mövzularda yazmışdıq. Hidrogen və oksigenden ibarət 640 milli qaz qarışığı reaksiya daxil olub. Deməli, hidrogen üzərinə gəldi oksigen, əmələ gəldi H2O. 2 mol, bu da oldu 2 mol. 640 milli qarışıq var idi. Onun 64 milli hidrogeni reaksiyaya daxil olmayıbsa, daxil olmayan hidrogeni reaksiya başlanğıc qaz qarışığından çıxırıq. Burada qalır 6, 7, bu da qaldı 5. Demək, 576 milli hidrogen və oksigen qarışığı reaksiya daxil olub. Demək, bu qaz qarışığının üzərinə yazırıq 576 milli. Reaksiya daxil olan hidrogenlə oksigen də 2-nin 1-ə nisbətindədirlər. Bizə deyir ki, başlanğıc qarışıqda neçə millilitr oksigen olmuşdur. Oksigen olmuş axtarırıqsa, bu qaz qarışığını 2x, 1x nisbətində götürüb cəmini 576-ya bərabərləşdirməliyik ki, hər qaza nə qədər həcm düşəcək. 2x-dan x-i toplayanda olacaq 576, yəni 3x bərabər 576. X-də tapmaq üçün 576-nı bölürük 3-ə. 5-3-ə böləndə 1, qaldı 27, 9, 6 3-ə böləndə 2. Deməli, x oldu 192 milli. Biz də oksigeni axtarırdıq. Oksigen də x-dən ifadə etmişdik. 1x-dən elə cavab da neçə eləyəcək? 192 eləyəcək. 52 belə, deməli, 53. Məncə sadə sualdır, sizə qalsın. 54-ü yazıram, 55 də oxşardır, sizin olar. Hidrogenlə oksigenden ibarət qaz qarışığının qapalı qabda reaksiyasından. Deməli, hidrogen
və oksigenin qapalı qabda reaksiyasından H2 əmələ gəlir. 2 mol, bu da 2 mol. 54 qram su alınmışdır. Demək, suyun üzərinə yazdıq 54 qram, aşağıda olacaq 2 vurulsun 18. 32 qram oksigen artıq qalıbsa, 32 qram oksigeni kənarda yazırıq, amma bilirik ki, bu artıq qalan oksigendir. Bunu yadımızda saxlayırıq. İlkin qarışıqda neçə mol oksigen olmuşdur? İlkin qarışıqda neçə mol oksigen olmuşdur? Birinci tapırıq neçə qram oksigen reaksiyaya daxil olub. Çünki artıq qalan oksigenimiz 32 qramla verilib. Onun özü də oksigen də özü 32-dir. 18 54-dən getsə burada qalır 3. 2 də 32-dən getsə qalır 16. Onda x bərabərdir 16-nı 3-ə vursaq olacaq 48 qram. 48 qram oksigenimiz reaksiya daxil olub. 48 qram oksigen neçə mol deməkdir? 1,5 mol deməkdir. 32 qram oksigenimiz də artıq qalıb, bu da 1 mol deməkdir. Onda belə çıxır ki, başlanğıcda oksigenin miqdarı 2,5 mol imiş. Bu sualdan hidrogen dərsində yazmışdıq bir dəfə. Onda 55 qalsın sizə, 56, 57 də sizə qalsın. 58-ci misalı modellərdə izah etmişdim. Bir də burada yazın, bəlkə ora olursan baxmadınız, vaxtınız olmadı falan. 58. Demək, reaksiya metal maddələr kalsium verilib, kalsium oksid verilib, bir də kalsium hidrid verilib. Kalsium oksid 1 moldur, kalsium 1 moldur. Gəlin belə yazaq, kalsium deməli oldu 1 mol, kalsium oksid 3 mol, kalsium hidrid də 4 mol. Reaksiya daxil olan suyun miqdarını axtarırıq. Kalsiumu su ilə reaksiya aparsaq, əmələ gəlir kalsium hidroksid və H2 qazı suya 2 yazsa tənliyi bərabərləşir. İkinci reaksiyada kalsium oksidi su ilə reaksiya aparsaq, əmələ gələcək kalsium hidroksid, əmsallar ehtiyac yoxdur. Kalsium hidridi də su ilə reaksiya aparsaq, hidridlər qələvi və hidrogen qaz əmələ gətirirdi. Sağda oksigen 2 dənə varsa suya 2 yazırıq, 6 hidrogen varsa H-da 2 yazsa tənliyi bərabərləşir. Bizə reaksiya daxil olan suyun miqdarını soruşur. Birinə X verilib, birinə Y verilib, birinə də Z verilib. Biz də görürük ki, buradan 1 kalsium, 1 mol kalsium, 2 mol su ilə reaksiya gedərsə, bu X də buradan bərabər 2 olacaq. İkincidə yenə 1 mol kalsium oksid, 1 mol su ilə reaksiya daxil olarsa, onda Y də bərabər ilə 3 mol eləyəcək. Sonuncuda 1 mol kalsium hidrid, 2 mol su ilə reaksiya daxil olarsa, Z də bərabər onda 8 mol edər. Və bunların hamısını toplasaq, ümumi mol axtararıq. X, Y, Z-in cəmi. Ümumi mol demək olacaq 2 üstə gəlinsin 3, üstə gəldi 8, bu da eləyəcək 13 mol. 59 qalsın sizə. 60-cı misalı yazarıq. Deməli 60. 60-da kalsium hidrid verilib 32 qram az miqdarda su ilə reaksiyasından. Demək, kalsium hidridi su ilə reaksiya tənliyini yazırıq. Kalsium hidrid su ilə reaksiya daxil olanda dediyimiz kimi kalsium hidroksid və H2 əmələ gətirir. Oksigen 2-dən olduğuna görə suya 2 yazırıq. H-da 2 tənliyi bərabərləşir. 32 qram kalsium hidrid var imiş başlanğıcda. 32 qram. Suda az miqdarda suda həll eləyəndən sonra bərk maddə 40 qrama çevrilib. Yəni kütləsi artıb. Neçə qram artıb? 32-dən 40-a gələndə 8 qram artıb. Həmin o bərk kütlə, bax bu kalsium hidroksid, kalsium hidroksidə çevrilir deyə kütləsi artır. Kütləni artıran nədir? Bu kalsium hidroksidi biz uşaqlar kalsium O2H2 kimi də yaza bilərik. Yəni istəyirsə daha yaxşı formada yazın. Baxın, mötərizədən açanda H2 olacaq, oksigen də 2 olacaq. Başlanğıc maddəmizin formulu kalsium hidrid idi. Sonraki formulda kalsium hidridin yanına bir əlavə oksigen gəldi.
Deməli, kütləni artıran bu oksigen imiş. Çünki kalsium hidrid, kalsium hidroksidə çevriləndə əlavə oksigen birləşir. Və kalsium hidrid 32 qramdan gəlib 40 qram olubsa, deməli 40-dan çıxanda 32-ni 8 qram artım bu oksigenin hesabına yaranıb. Və bizə deyir, bərk kütlədə oksigenin kütlə payını tapın. Omega oksigeni axtarırıqsa, həmin o oksigen olub 8 qram, bərk kütlədə axırda 40 olub. 8-i 40-a bölüb 100-ə vuranda 5də 1, yəni 20% əmələ gələcək. 61 oxşardır, özünüz yazarsınız. Bu 62-ci misaldan videonun izahında danışmışdım, o da qalsın sizə. 63 də eyni həmin misaldan da sizə qalsın. Özünüz də biraz çalışın. Və 64-cü misaldakı şifahi misaldır. Məncə bunu özünüz də həll eləyə bilərsiniz. Növbəti dərsdə də ətraflı yazılı cavab tələb edən testlərin izahına baxarıq.